Bu videonu yəqin ki görmüsünüz. Sən alma satdığın yer vətəndaşın yoludur, sənin yolun deyil, bağlama. Sumqayıtda ticarət obyektlərinə qarşı aparılan reyd zamanı kimliyi və hansı qurumu təmsil etdiyi məlum olmayan şəxs satıcı ilə kobud davranır və onun bir neçə yeşik almasını müsadirə eləyir. Videonu bəyən, kanala abunə ol. Mən isə sənə bu şəxsin atdığı addımın niyə qanunsuz olduğunu və Sumqayıt şəhər İcra Hakimiyyətinin açıqlamasının yalan olduğunu danışacağam. Birincisi ondan başlayım ki, müsadirət tamamilə qanunsuzdur. İnzibati Xətalar Məcəlləsində küçə ticarəti ilə məşğul olanların məhsullarının müsadirəsi nəzərdə tutulmayıb. O ki qalmış obyektin qarşısında olan hansısa məhsulun müsadirə edilməsi. Məcəllənin 454-cü maddəsinə əsasən bu əməl üçün cərimə var, 80 manat. Hadisə ilə bağlı isə Sumqayıt İcra Hakimiyyəti Qafqazinfo vasitəsilə açıqlama yayıb. Deyilib ki, almalar sonradan güya satış üçün müəyyən edilmiş yarmarka ərazisinə aparılıb. Lakin bu yalandır. Niyə elə düşünürük? Bunun üçün videoya bir də baxmaq lazımdır. Vətəndaşı piyada səkidə satırsansa, bu sənin deyil. Bu sənin deyil. Vətəndaşın piyada səkisində satırsansa, bu artıq sənin deyil, deyir həmin o şəxs. Sumqayıt İcra Hakimiyyəti isə dediyi faktın doğruluğunu təsdiq edən hər hansısa bir görüntü təqdim etməyib və videodan da göründüyü kimi əməkdaş meyvələri yarmarkada satmaq üçün götürmür. Qafqazinfo isə sırf Sumqayıt İcra Hakimiyyətinin mövqeyi səslənsin deyə manipulyasiya eləyir. Hadisə ilə bağlı hansısa izahat varmış kimi görüntü yaradır. Ona görə deyirik ki, müstəqil medianın yanında olmalısınız, iyanə verməlisiniz, dəstək olmalısınız. Biz sizə nəyin əslində necə olduğunu göstəririk. Məsələn, hansısa icra hakimiyyətinin göz görə-görə yalan danışdığını tirajlamırıq.